İradə Ağalarova, hökm, poezd. Payızın ortaları idi. Havalar yaman soyumuşdu. Tez-tez yağış yağırdı. Belə bir havada heç bayıra çıxılası değildi. Dəmir darvazanın ala qapısı danqıltı ilə açıldı. Salamat olun, sağ ol, dedi və səmaya baxdı. Yağış üzünü döyəclədi. Öz-özünə şükür, dedi. Dərindən nəfəs alıb təmiz havanı ciyərlərinə çəkdi. Sonra sağa sola baxıb gedəcəyi səmti dəqiqləşdirməyə çalışdı. Başını aşağı salıb dayanacağa qədər yolu piyada getdi. Yağışın altında gəzən bu adama heç kəs fikir vermirdi. Elə bil heç kəs onu görmürdü. Dayanacaqda olan kiçik kafedə bir stəkan çay içib qızındı. Çörək yemədi. Ac değildi. Çıxışdan əvvəl qarnını yaxşıca doydurmuşdu. Bir qədər keçmiş yola çıxdı. Taksilərin dayandığı tərəfə getdi. Müştəri növbəsini gözləyən sürücülərdən biri digərinə başı ilə işarə edib "Sənə müştəri çıxdı", dedi. Çoxdan boş-boş dayanıb gözləyən sürücü işarə edilən tərəfə dönüb müştərini başdan ayağa süzdü. Sonra yaxınlaşıb "Hə, hara aparım səni?" deyə ərklə soruşdu. Kişi dinmədi. Sürücü "Qorxma, səndən çox almaram, haldan anlayanam, gəl otur", deyib sükan tərəfə keçdi. Qapını açdı. Nadir kişi diqqətli bir köhnə markalı maşına göz gəzdirdi. Sonra tələsmədən keçib öndə oturdu. "Yaxşı saxlamısan", dedi. "Hə, çörək ağacımdır. Gərək baxım da", sürücü tələsik cavab verdi. Mühərriki işə saldı. "Görürəm maşından yaxşı başın çıxır. Deyəsən sürmüsən." Cavab gəlmədi. Sürücü dönüb Nadir kişiyə baxdı. "Hə, hara gedirik?" soruşdu. Yenə cavab almadı. "Anladım. Hələlik əsas yola çıxaq, orada bilərik." Öz-özünə cavab verirmiş kimi danışdı. Nadir kişi illər öncə eyni ilə bu markadan olan maşınını xatırlayıb fikrə dalmışdı. Sərnişinin dinmədiyini görən sürücü səbirlə gözlədi. Magistral yola çıxdıqda möhkəm silkələnən maşın Nadir kişini fikirdən ayırdı. "Bağışla, fikrə daldım. Mən elektrik qatarlarına çatdır." "Baş üstə." Bayaqdan çaşbaş qalmış sürücü dirçəldi. "Yolun haradır, qardaş? Nə əcəb qarşılayan yoxdur?" soruşdu. Bir xeyli aradan sonra cavab verdi Nadir kişi. "Heç kəsim yoxdur." Sonra "Tanış ünvana gedəcəm", əlavə etdi. "Hə, yolun açıq olsun, qardaş. Həyatdır da, hərəmizə bir cür yazılıb. Elə mənim də günüm bu qutuda keçir", deyib hər iki əlini qaldırıb sükana çırpdı. "Yəni maşını deyirəm. Yox, şikayət etmirəm. Min bərəkət, çörək pulumu çıxardıram. Amma günüm elə yollarda keçir. Ev eşiyi, uşaqları gecədən gecəyə görürəm." "Şükür var", pıçıldadı Nadir kişi. "Nə dedin, qardaş? Eşitmədim." "Deyirəm şükür. Əsas odur ki, vardırlar. Olmayanlar neynəsin?" Onun son sözləri elə üzlü-üzlü deməsinə sürücünün ürəyi ağrıdı. Kasıblıqla, çətinliklə yaşasalar da, salamat olmasına şükür etməli olduğu halda şikayətləndiyinə özünü acığı tutdu. Bir daha dinib danışmadı. Nadir kişi bütün yol boyu bu illər ərzində şəhərdə olan dəyişiklikləri izləyirdi. Vağzala çatanda dinməzcə deyilən yol haqqını ödədi. Sürücü əvvəl fikrində ondan hesab almayacağını düşünmüşdü. Amma bu ciddi görkəmli kişinin üzünə baxanda bir daha onu üzməkdən qorxdu. "Sağ ol, yolun açıq olsun", dedi. Nadir kişi bilet alıb qatara mindi. İslanmış pencəyini və günlüklü kepkasını başından çıxartıb möhkəm çırpdı. Çox həyəcanlı idi. Ala yarımçıq söhbətlərlə taksi sürücüsü onu neçə illər qabağa çəkib aparmışdı. Nadir atasız böyümüşdü. Məktəbi bitirdikdən sonra ali təhsil ala bilməmişdi. İşləməli olmuşdu. Anası xəstə idi, əvvəlki kimi işləyib ailəni dolandıra bilmirdi. Ailə kiçik olsa da özünə görə ehtiyacları, xərcləri var idi. 18 yaşı tamam olan kimi əskərliyə getdi.
Əskərlikdən qayıdandan sonra bir yaxşı iş tapıb işləməli, öz həyatını qurmalı, anasının qayğısına qalmalı idi. Atası onları çoxdan tərk etmişdi. Nadir bunun acısını çox çəkmişdi. Atasızlığın nə olduğunu, arxasızlığın çətinliyini görmüşdü. Hətta əskər gedəndə belə anasının xəbərdar etməsinə baxmayaraq atası gəlib onu yola salmamışdı. Heç zəng edib bir kəlmə salamat ol belə deməmişdi. Böyüdükcə get-gedə atasına bənzədiyini söyləyən anasına hər dəfə üsyankarcasına mən ona oxşamayacağam, onu kimi olmayacağam deyirdi. Oğul, o pis adam deyil, elə demə. Sadəcə həyat belə gətirdi. Məni anası bəyənmişdi. Onu isə atan özü sevdi, deyər, atasına nifrət etməməsinə çalışardı. Onda mən də yalnız sevdiyim qızla evlənəcəm, ana. Yəqin mənim üçün sən də indidən gəlin gözaltı eləməmsən, demişdi. Bax, ümidvaram, zərafata salıb bir də təkrar etmişdi və sonra anasını qucaqlayıb könlünü almışdı. Yox, ay oğul, sən sevdiyin qızı mən də sevərəm, deyib onun saçlarına tumar çəkib başından öpmüşdü anası. Ana, mən evlənməyə tələsmirəm. Hər şəraitimi qurub, sonra evlənəcəm. Hər şey öz vaxtında olanda yaxşıdır, bala. Elə olsun ki, nəvə oynatmağa imkanım olsun. Xəstə adamam. Əlindən tutub bir yana gəzməyə gedim, deyib arzularını bildirmişdi. Nadir 1-2 il orada-burada işlədikdən sonra daimi bir iş tapa bilmədiyindən yoldaşlarından birinə qoşulub qazanc dalınca ölkədən uzaqlaşdı. Arada Bakıya qayıdır, evə, anasına baş çəkir, 1-2 həftə qalıb yenə gedirdi. Anası onu nə qədər dilə tuturdusa da bir dəfə bu get-gəllərdən onu qoparda bilmirdi. Abala, elə qazandığın yollarda qalır ki, daha bunun nə xeyri oldu? Qəpik üst-üstə qoya bilmiriksə, niyə bu qədər əziyyət çəkəcəksən ki? Yox ana, elə demə. Oğlun haqq hesabını bilir, arxayın ol, deyir, ürəyi ağrısa da yenə qadını bir müddətlik tək qoyub gedirdi. Növbəti gəlişlərindən birində tanışlarla bir qonaqlıqda təsadüfən bir qızla tanış oldu. Çox gənc, yaraşıqlı, qaraşın bir qız idi. Qız Nadirin ürəyinə çox yatmışdı. Məktəbi təzəcə bitirmiş Zöhrə təhsil almaq istədiyini elə ilk gündən ona bildirmişdi. Bilirsən, Nadir, mən və kiçik qardaşım nənəmin himayəsində böyümüşük. Gərək oxuyam ki, həm nənəmə, həm də kiçik qardaşıma baxa bilim. Heç olmasa tibb bacısı olmaq istəyirəm ki, lazım olanda nənəmə tibbi yardımı da özüm edə bilim. Məlum məsələ, qocalıb. Çox yaxşı, bəs ailə qurmaq haqqında düşünmürsən? Soruşmuşdu Nadir. Zöhrə bir qədər təəccüblənmişdi bu qəfil verilən suala. O haqda da vaxtı çatanda düşünəcəm, deyib gülmüşdü. Sonra sualın nə məqsədlə verildiyini anlayıb, Nadirin üzünə baxmayaraq, hələ xoşuma gələn biri yoxdur, demişdi. Mütləq özü haqqında qızdan bir fikir öyrənmək istəyən Nadir pərt olmuşdu. Deməli, məni bəyənmirsən? İncik-incik soruşmuşdu. Qız isə, biz cəmi 2-3 aydır tanışıq, nə deməyim istəyirsən ki? Soruşmuşdu. Bir həftə sonra elə telefondaca yüngülvari söhbətləşib sağollaşmışdı Nadir. Aradan 2 il keçmişdi. Bu müddətdə yalnız telefon vasitəsilə əlaqə saxlayan gənclər artıq kifayət qədər tanış olmuşdular. Anasının xəstələndiyi üçün qayıdan Nadir vaxt tapıb qızla görüşdü. Qızda olan böyük dəyişikliyi görən Nadir, necə gözəlləşmişsən, böyümüşsən Zöhrə, dərslərin necədir? Mən artıq təcrübə keçirəm, bu il diploma çıxıram, sevincini bildirmişdi qız. Anan necədir? Yaxşılaşır? Bir kömək lazımdırsa de, çəkinmə. Səmimi qəlbdən kömək də təklif etmişdi Zöhrə. Hətta xəstə qadın üçün xörək hazırlamış, paltarlarını suya çəkmişdi. Onun evə çıxacağını eşidib, evlərinə də əl gəzdirmişdi. Nadir ona təşəkkür edəndə, dəyməz, o da mənim nənəm, nə fərqi var,
demişdi. Beləliklə qızı daha yaxından tanıyan, onunla münasibətləri bir qədər də isinişən Nadir onu anası ilə tanış etmək istədiyini söyləyəndə qız utanıb razılıq verməmişdi. Hələ tezdir söyləmişdi. Artıq tibb bacısı işləyən Zəhrə əlindəki xəstəlik kağızında Nadirin ünvanını tanıyır. İğnə vurmaq üçün tibb bacısı tələb olunduqda bu işi öz öhdəsinə götürür və beləliklə hər gün müəyyən olunmuş vaxtda onlara gedir, qadının iğnəsini vururdu. Növbəti gedişdə qadının halını pis görən Zöhrə təcili yardım çağırır və sonra Nadiri zəng edib gəlməsini xahiş edir. Təcili olaraq qayıdan Nadir palatada xəstə anası ilə görüşdü. Yanında oturub əllərini sığalladı. Onu tək qoyduğuna görə dönə-dönə üzr istəyib bir daha getməyəcəyini söylədi. Ana, bilirsən sənə kim qulluq edirdi? Heç bilirsən o kimdir? Gözlə, bu saat görəcəksən, deyib həyəcanlanmış Nadir ayağa qalxdı. Palatadan çıxdı. Zöhrəni axtarmağa getdi. Deyir ki, xəstələrlə məşğul idi Zöhrə. Onu tapa bilmədi. Geri qayıdanda həkimlərin təşviş içində palatada toplaşdığını, anasının bir başqa halda olduğunu gördü. Ana, ana! İki ağız çağırdı. Nə oldu, nə oldu axı ona? Qışqırdı. Gec idi. Aparatın ekranında görünən ritmsiz düz xət boyu uzanan siqnal səsi anasının keçindiyini bildirirdi. Həkimlər artıq çarəsiz idilər. Onun bircə kəlmə "ana" deyib bağırması eşidildi. Bu harayı dəhlizdə eşidən Zöhrə otağa daxil olanda Nadir "Sən hardaydın axı?" deyib bayıldı. Qadın dəfn edildi. Anasını doyunca görməyən, onu çox yalqız qoyub getdiyindən, anasının qəfil ölümündən sarsılmışdı Nadir. Cəmaat dağılışandan sonra yasda yaxından iştirak edən, hər işdə kömək olan Zöhrəni buraxmaq istəməyən Nadir qalmasını rica etdi. Məni tək qoyma, tək buraxma deyib susqun halda divana çökmüşdü. Gah ağlayır, gah susurdu. Onun bu halını görən Zöhrə ayaq saxlayır, yaxınlaşır, onu sakitləşdirməyə, təsəlli etməyə çalışırdı. Sən də məni qoyub getməzsən, hə? Getməzsən, deyə sayıqlayan Nadirə ürəyi ağrıyırdı. Vaxt gec olsa da onun çarəsiz, pərişan halına acıyan Zöhrə getmək istəsə də bunu deyə bilmirdi. Yüngül bir ədyal tapıb gətirdi. Uzanmış Nadirin üstünü örtmək istəyəndə o qalxıb "Lazım deyil" qızın əlini itələdi. Zöhrə bir söz deyə bilmədi. Ədyalı divanın kənarına atdı. Nadir onun əlindən tutub "Gəl, yanımda otur. Niyə yad kimi baxırsan? Hardaydın? Niyə mən çağıranda eşitmirdin? Niyə yanımda deyildin?" Ardı-ardına soruşurdu. "Yanındayam, sakit ol, buradayam," dedi çəkinə-çəkinə. "Səni onunla tanış etmək istəyirdim. Bilirsən, o gəlinini görmədi. O nənə olmadı. O səni sevdiyimi bilmədi. Sən necə? Səni necə sevdiyimi bilirsən?" Qızı çiyinlərindən möhkəm tutub silkələdi. "Sən axı niyə belə elədin?" dedi. Zöhrə onun halından qorxdu, çırpındı. "Sən özündə deyilsən, yat dincəl. Sonra danışarıq. Axı məni nədə təqsirləndirirsən? Nədir mənim günahım? Axı mən səninlə evlənmək istəyirdim. Onda mən getməzdim, burada qalardım, anam da ölməzdi." Qız sakitləşdirmək üçün onu yenidən divana uzadıb üstünü örtməyə çalışdı. "Getmə, getmə. De ki, bir də heç yerə getməyəcəm. De ki, bir də səni tək qoymayacağam." "Yaxşı, buradayam. Heç yerə getmirəm. Buradayam." "Uzan. Sən də uzan burada. Lap yanımda." Uşaq kimi qızın əlini dartıb boynuna doladı. Səhər açılanda özünü Nadirin yatağında çılım-çılpaq gördü Zöhrə. Nə baş verdiyini anladı. Üzünü əlləri ilə qapayıb ağladı. Nadiri oyatmadan qalxıb geyindi və evdən çıxdı. Anasının yeddisini yola verdikdən sonra Zöhrə ilə görüşdü. Baş verənlərə görə üzrxahlıq etdi.
İnandırmağa çalışdı ki, hər şey yaxşı olacaq. İşlərini səhmana salıb qayıdacağını söylədi. Qayıdacağam, mütləq məni gözlə dedi. Elektrik qatarı qaş qaralanda kiçik bir qəsəbədə olan son dayanacağına çatıb dayandı. Mürgülənmiş sərnişinlər ayıldılar. Nadir kişi pəncərədən bayıra baxdı. Möhkəm yağırdı. Qatardan enməli idi. Bugün 2 dəfə qatarla o baş bu başa getmişdi. Heç cür qərarlaşa bilmirdi. Gedəcəyi ünvanda onu necə qarşılayacaqları haqda düşünür, bəlkə heç narahat etməyə dəyməz deyə qərarında tərəddüd edirdi. Ünvanı ona verənin üzü gəlib gözləri önündə dururdu. Qatarda ondan başqa 2 sərnişin də var idi. Onlar da lənginmədən çıxacağa doğru irəlilədilər. Çarə yox idi. O da enməli idi. Artıq geriyə yol yox idi. Bir də pəncərədən baxdı. Zəhrimar deyəsən kəsənə oxşamır, düşündü. Köhnə pencəyini əyninə keçirtdi. Nəm idi. Günlüklü kepkası da tam qurumamışdı. İçində vacib 1-2 əşyası, yəni üz qırxan, sabun qabı kimi xırdavatı, illərlə işlənməkdən köhnəlib süzülmüş, əl-üz dəsmalı, rəngi solmuş nimdaş köynək və alt paltarları olan əl torbasını alıb sol çiyninə keçirtdi və vaqondan endi. Perronda heç kəs yox idi. O götür-qoy edib, enib-enməyəcəyini düşünənə qədər qatardan düşənlər çoxdan qaçıb getmişdilər. Onlar ünvanlarını dəqiq bilirdilər. Kimin yanına tələsdiklərini, kimin onların yolunu səbirsizliklə, özü də isti xörək və çay süfrəsində gözlədiklərini də çox yaxşı bilirdilər. Nadir kişi isə çıxdığı ünvanı bilsə də, getdiyi ünvanı tanımırdı. Orada onu gözləyirdilərmi? Bilmirdi. Mütləq gəl deyənin üzü gəlib gözünün önündə durdu. Söz verilib, getməliyəm, qərarını verdi. Stansiyada üstü örtülü gözləmə tağlarının altında daldalandı. Papiros çıxardıb alışdırdı. Hərsizliklə dalbadal bir neçə dəfə acı tüstünü ciyərlərinə çəkdi. Qatı tüstü boğazını göynətdi. Boş mədəsini bulandırdı. Zəhrimar, deyib papirosu hirslə kənara atdı. Gedək görək başımıza nə gəlir, deyib ayağa qalxdı və unutmaq qorxusundan dəfələrlə oxuduğundan yadında əzbər qalan, son ümidi olan ünvanı tapmağa tələsdi. Zöhrə ilə son görüşündən artıq 2 ilə yaxın vaxt keçirdi. İlk aylar zəngləşir, danışırdılar. Nadir ona təsəlli verir, bir qədər də pul qazanıb qayıdacağını söyləyirdi. Sonra zənglərin arası kəsildi. Anasının ölümündən 2 il sonra Nadir Bakıya qayıtdı. Evləri baxımsızlıqdan çox köhnəlmişdi. Bu evi anasının nəfəsi qızdırır, səliqəsi yaşadırdı. Onu qəhər boğdu. Özünü yenə qınadı. Kaş evlənib anamı da sevindirəydim. Bəlkə nəvələr onun ömrünü uzadar, tənha həyatına sevinç, bir rəng qatardılar. Yenə Zöhrə yadına düşdü. Görəsən haradadır? Niyə zənglərimə cavab vermirdi? Yoxsa məni unutdu? Unutdu? Yox, unuda bilməzdi. Bəlkə başına bir iş gəlib. Bu düşüncələr onu yorurdu. Bakıya gəldiyinin 2-ci günü Zöhrəgilin kirayənişin olduqları ünvana getdi. Artıq orada yaşamırdılar. Haraya köçdüklərini də bilən yox idi. Heç kəsə bildirməmişdilər. Nadir doğma şəhərdə özünü yalqız kimsəsiz hiss edirdi, darıxırdı və nə evdə, nə də çöldə bayırda özünə yer tapmırdı. Bir gün yataqda uzanıb papiros tüstülədə tavana baxırdı. Xeyli baxdıqdan sonra tavanın köpşəmiş, köhnə boyasının qabarmış və qopuq-qopuq olmuş hissələri arasında sanki ona baxan bir sima gördü. Yaşlı bir qadının üzünə bənzətdi. Anası yadına düşdü və sanki onun səsini eşitdi. Nə yatmısan? Qalx, bir iş gör. Nadir öz yaratdığı xəyaldan ayıldı. Əslində bu onun şuuraltı olan fikirləri idi. Hövlən ki qalxdı. Hə, nə edəcəyini bilirəm, dedi.
Əvvəl anasının qəbrini ziyarət etdi. Ona haqq hesab verirmiş kimi biraz danışdı. Sonra onu da mütləq tapacağam. Ana söz verdi. Nadir təmir üçün lazım olan ləvazimatları aldı. Ustaya ehtiyacı yox idi. Əlindən hər iş gəlirdi. Bir də fikirləşirdi ki, həm başı qarışar, həm də bu evi heç kəs ona qədər sevə-sevə təmir edə bilməz. Təmiri başa çatdırdı. Lazım əşyaları alıb düzdü. Amma ev yenə ona soyuq və darıxdırıcı gəlirdi. Nə isə çatmırdı. Elə bir əskiklik var idi. Çox böyük əskiklik və bunun nə olduğunu yaxşı bilirdi Nadir. İşə düzəldi. İşdən sonra ayağı evə getmək istəmirdi. Onu orada gözləyən yox idi. Yenə Zöhrə yadına düşdü. Nəfəsi daraldı. Köynəyinin üst düyməsini açdı. Mən neynədim ilahi, mən nə böyük qələt elədim, düşündü. İllər keçdi. Nadir nə Zöhrəni tapdı, nə də ailə qurdu. Tanışlardan biri ona taksi sürücülüyü etməsini tövsiyə etmişdi. Adamlarla ünsiyyət lazımdır sənə. Baxarsan, bir yaxşı xanımla da tanış olarsan, evlənərsən, demişdi. Heç belə evlənmək olar. Mən sevib evlənmək arzulamışdım. Başa düşürəm, sevmək gözəldir. Amma ömrü boyu tək, yalquzaq, ailəsiz yaşamaq da yaramır axı. Nadir xəyala dalmışdı. Evində Zöhrəni, oğul qızını təsəvvür etmişdi. Dərindən ah çəkib, heç nə istədiyim kimi olmadı bu dünyada deyib gileylənmişdi bəxtindən. Sonra öz-özünə, bəxtindən yox, özündən danış, sən özün hər şeyi korladın düşünmüşdü. Və bir gün elə sən tək qalsan yaxşıdır deyə sanki öz-özünə hökm çıxardıb cəza kəsmişdi.